son 24 saat fikrindəki insan haqqında nə düşünüb? Gəlin buna baxaq. Hal-hazırda birinci baxaq hansı enerjidədir. Nəzərinizə çatdırım ki, bu kollektiv açılımdır. Hər kəslə %100 uyğun olmamağı normal bir şeydir. Sizə uyğundursa davam eləyə bilərsiniz. İlk başlanğıclarda signifikasiyada açacağım. Bu ilişki sizə uyğundursa bu enerji davam eləyə bilərsiniz. %100 uyğun olmağı üçün də profildəki nömrə ilə əlaqə saxlayın. Həmçinin bu açılım 10 il əvvəl atıb getmiş insanla əlaqədar deyil də, yəni münasibətiniz ya var, ya küslüsüz, ya da ki, nə bilim, 3 aydır falan da danışmırsınız. Bununla əlaqədardır. Daha 7 il əvvəl ayrılıb getmişlər, yazmasın zəhmət olmasa. O insanın sizin haqqınızda düşünülməsi də normal deyil məncə. Gəl baxaq, hazırda münasibətiniz fikrindəki insanla hansı enerjidədir? Birinci buna baxaq. Hazırda aranızda bir dəngesizlik var münasibətinizlə əlaqədar. Daha çox siz tərəfdən var. Ya pauzadır, ya da ki, belə deyim də, inciklikdir, soyuqluqdur. Daha çox bu pauza, belə deyim də, qarşınızdakı insanın dengesiz hərəkətlərinə dayanaraq pauzanı siz qoymusunuz. Yəni, adam dengesiz davranıbdır, görmüsünüz ki, biraz soyuqdur. Demirsən ki, mən də geri çəkiləcəm, qoy fikirlərini dəqiqləşdirsin, qoy görək hələ nə edir. Gəl, bununla əlaqədardır münasibətimiz. Belə enerjidədirsə, davam edeyim baxmağa. Gəl baxaq, fikrindəki insan hal-hazırda özü hansı enerjidədir? Gəl, belə baxaq buna. Özünün maddiyyatla əlaqədar bu dəqiqə problemləri, sıxıntıları var. Özü, belə deyim də, depressiyadadır. Həqiqətən də, yəni, bu dəqiqə nə istədiyini bilmir, yol düşünür, fikir düşünür, oturur, götür qoy eləyir, olmuşları, olanları, səni düşünür əslində, fikrində varsan sən. Çünki sən varsan fikrində və sənin əslində sənin münasibəti kəsdiyini düşünür. Bu insan sənin hər şeyi sən elədiyini düşünür, yəni özündə görmür günah. Gəl baxaq, səninlə əlaqədar hansı fikirdədir? Hal-hazırda səndən əlaqədar hansı fikirdədir? Səni müzakirə eləyir. Bu insan fikirləşir ki, sən bəlkə də başqa biri ilə bəlkə də münasibətə başlamaq fikirləşirsən, nə bilim, bəlkə də onu istəmirsən deyə özün münasibəti kəsmirsən. Yəni, belə bir şeylər düşünür, fikirləşir, beyninə qoyubdur ki, bəlkə də onun həyatında başqası var, ona görə mənlə münasibəti soyuqlaşdırıbdır. Yəni, bu insan oturub fikirləşmir ki, mən dengesiz davranmışam və qarşımdakı insan buna görə, yəni, sərhəd qoyubdur. Belə düşünmür. Çünki sənin yanında başqa birini fikirləşir ki, bəlkə də başqa biri var, özü üçün kefdədir, öz həyatını yaşayır, heç vecinə deyiləm. Belə düşünür, yəni, inciyib kənara çəkilib bir yerdə depressiya çəkir. Baxın, münasibətinizlə əlaqədar bəs nə qərar verib? Fikrindəki insan münasibətinizlə əlaqədar nə qərar veribdir? Münasibəti bərpa eləmək istəyir, barışmaq istəyir, ancaq dayanıb qıraqda, dayanıb kənarda, həmçinin düşünür ki, o başqasını seçibdir, bəlkə də buna görə heç addım atmalı deyiləm. Məsləhətlər də alır, mən sənə deyim ki, ətrafında məsləhət aldığı bir insanlar da var. Gəl baxaq, səninlə münasibətinizlə əlaqədar məsləhətləşirmi, fikir alırmı? Məsləhətləşir bir insanla. Məsləhətləşir, prosta üstü örtülü məsləhətləşir də, yəni tam açıq aydın deyil. Ürəyinin qırıldığından əlaqədar, münasibətlə əlaqədar, tamam, ona nə məsləhət görürlər, sənlə əlaqədar, ona nə məsləhət görürlər, səninlə əlaqədar. Onu məsləhət görürlər ki, davam eləmədə, səninlə belə davranırsa, davay bitir getsin. Yəni, belə bir məsləhət edir ki, sən bitir getsin, özü geri qayıdacaq, özü addım atacaq. Yəni, biraz buna qaz verirlər, belə deyim. Gəl baxaq. Gəl baxaq. Sənin haqqında nə düşünübdür? Son 24 saat sənin haqqında nə düşünübdür? Yenə baxaq, son 24 saat sənin haqqında nə düşünübdür?
çox sərt davranıbdı. Mənlə əlaqəni özü kəsibdi. İndi uzaq davranır. Mənə heç bir yol qoymayıbdı geri qayıtmağa. Əslində yol açıqdır ha. Yəni bu dəqiqə prosta özü oturub fikirləşir. Mənə öz gücünü göstərir, mənə manipulyasiya eləmək istəyir. Soyuqqanlıdır, qəddardır. Yəni belə bir şeylər düşünür. Niyə addım atmır sənə? Gəl baxaq bəs. Sənə niyə addım atmır? Sənə niyə addım atmır? Bu adam bu dəqiqə qərarsızdır. Davam eləyim, yoxsa bitirim, getsin, addım atım ya atmayım. Özü mənə addım atsa daha yaxşı olar da, çox səndən addım gözləyir. Yəni düşünür ki, mən addım atsam artıq məni qəbul eləməyəcək. Gəl baxaq, nə qərar verəcək? Nəticə etibarilə bu pauzadan sonra nə qərar verəcək? Nəticə olaraq nə qərar verəcək münasibətinizlə əlaqədar? Hələ ki geri çəkilibdir, ürəyini qırılıb, ürəyi qırıq kimi göstərəcək özünü, incik kimi göstərəcək özünü. Oturacaq, gözləyəcək ki, qoy özü addım atsın, qoy başa düşsün məni necə incidibdir. Bu hələ ki geri çəkilib. Amma bir tərəfdən də gizlin şəkildə səni hardansa izləyir, ya sosial şəbəkədən, ya hardansa, yəni səndən xəbəri var. Tamam, sən də addım atmayacaqsansa, tutaq ki, nəticə etibarilə özü addım atacaqmı sənə? Özü sənə addım atacaqmı? Görmürəm elə bir addımını. Biraz gec atacaq addım. Atacaq atmağına hara tələsir. Hələ səni gözləyəcək. Addım atsın, atmasın, istəyir, istəyir. Bu fikrinə qoyubdur ki, bu mənə xəyanət edir. Bunun həyatında başqası var, ona görə məndən belə davranır. Yəni bu beynində bu dəqiqə böyük bir senarilər qurur. Tamam, özü sənə danışıq üçün addım atacaqmı? Sənlə əlaqə saxlayacaqmı? Özü sənə addım atacaq. İki vaxt göstərir, 2 gün, 2 həftə, ikili vaxt göstərir. Ancaq o danışıqdan sonra tamamilə hər şey bitəcək. Çünki onunla elə bir sərt danışıq eləyəcəksən ki, yəni nəyə gəlmirsən indi? Yəni belə bir danışıq olacaq. Amma o addımı belə deyim də atanda, belə deyim, istəyəcək sənin üstünə çıxsın, üstlənsin münasibətdə ki, sənin səhvin var falan. Sən elə bir faktlar qoyacaqsan ortaya ki, geri çəkiləcək. Barışıq olacaqmı? Gəl buna baxaq. Əgər davada olanlar varsa, barışıq olacaqmı? Yoxdur bu münasibətin sonu, olmayacaq yəni. Belə deyim, tamamilə bitiş, uzaqlaşma. Aldım, qəbul edildim, yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.